Azərbaycan nağılları. Hər vaxtınız xeyir olsun, əziz dostlarımız. Dədə Qorqud kitabında mühüm dastanlardan biri Dəli Dümrülün dastanıdır. İstəyirəm ki, sizinlə bu görüşündə bu cəlib dastanı xidmətinizə oxuyam. Oğuz elində Doxa qoca oğlu Dəli Dümrül deyilən bir qəhrəman var. Bir quru çayın üstündə bir körpü salmışdı. Keçəndən 30 ağca və keçməyəndən döyərək 40 ağca alardı. Ağca Osmanlı dövrünün gümüş puluydu. O bu işlə istirdi ki, özündən dəlisini tapsın, onunla savaşsın. Günlərdən bir gün körpünün yanında bir oba düşür. Obada bir gözəl oğlan həyatını itirir. Bütün qohumlar ona görə ağlaşırdılar. Dəli Dümrül ağlamağın səbəbini soruşur, məsələni ona deyirlər. Soruşur, bəs bunu kim öldürüb? Deyirlər ki, Əzrail öldürüb. Dəli Dümrül dağlarda, çöllərdə olmasına görə Əzraildən bir söz eşitməmişdi. Acıqlanıb belə deyir ki, Tanrı, o Əzraili mənə görsət, onunla güləşim, day bu adamların canını almasın. Bu söz Tanrıya xoş gəlmir, Əzraili göndərir. Dəli Dümrülün canını almağa. Bir gün Əzrail Dəli Dümrülün yanına gəlir. Dəli Dümrül onun kim olduğunu soruşur, Əzrail də kim olduğunu ona deyir. Bu zaman Dəli Dümrül qışqırır ki, qapıçılar tez qapını bağlayın ki, Əzrail əlimizə keçir. Qılıncla Əzraili vurmaq istəyir. Əzrail bu zaman bir göyərçin olub, bacadan çıxır gedir. Dəli Dümrül atını minib onun dalısıca yola düşür. O yana bu yana çapır. Əzrail yolda Dəli Dümrülün atının gözünə sataşır. At qorxur və ülkür. Dəli Dümrülü yerə yıxır. Bu zaman Əzrail tez onun sinəsi üstündə oturur ki, canını alacaq. Dəli Dümrül Əzrailə yalvar-yaxar edir ki, mənim canımı alma. Əzrail deyir ki, mənim əlimdən bir iş gəlməz. Bu əmri Allah mənə verib, Allaha yalvar gör nə deyir. Bu zaman Dəli Dümrül sidq dillə Tanrıya belə deyir. Sən ucalardan ucasan, kimsə bilməz necəsən. Mənim canımı alırsan, özün al. Bu sözlər Tanrının xoşuna gəlir. Əzrailə deyir ki, Dəli Dümrül mənim birliyimi bildi, qüdrətimi tanıdı. Öz canının yerinə bir ayrı can tapıb versin, özü diri qalsın. Əzrail Tanrının sözünü Dəli Dümrülə çatdırır. Dəli Dümrül deyir ki, olsun, gedək, mənim bu dar dünyada bir qoca anam, bir qoca atam var. Gedək onların yanına, onlar mənə yox deməzlər. Əzraillə birlikdə Dəli Dümrül gəlir atasının yanına. Atası deyir, oğul, mənim ömrümdən elə bir zat da qalmır. Dünyada da bir ləzzət görməmişəm. İcazə ver, neçə gün yaşayım. Git anavın yanına, anan sənə daha mehribandır. Dəli Dümrül məyus gəlir anasının yanına. Bəs anacan, cərəyan belədir. Bu, Əzrail istir mənim canımı alsın, amma ixtiyar veriblər ki, birisini öz yerimə tapım verim,
onun canını alsın. Anası deyir, oğul bala, məndən vaz keç. Mən bu işi görə bilmərəm. Çox da yaxşı yaşamamışam. Bəlkə neçə gün ömründən qalır, onları xoş yaşadım. Dəli Dümrülün əli hər yandan üzülür. Bəli, elə gün olar ki, insanın əli hətta öz əzizindən, ümid bəslədiyindən da kəsilər, ümidi üzülər. Əzrailə deyir ki, gördün necə oldu vəziyyət. Bəs mənə icazə ver, gedim həyat yoldaşımın yanına, xanımın yanına, oğlatlarımı ona tapşırım, vəsiyyətlərimi eləyim, sonra mənim canımı al. Dəli Dümrül evə gəlir, başına gələnləri həyat yoldaşına, xanımına deyir. Bu zaman həyat yoldaşı gerçi Dəli Dümrüldən elə məhəbbət görməmişdi, amma deyir, yox, icazə ver, mən sənin yerivə gedim, Allah mənim canımı alsın. Əzrail nazil olur və istir ki, o xanımın canını alsın. Bu zaman Dəli Dümrülün gözləri yaşalır, üzün tutur Allahın dərgahına, ilahi, əgər canımızı alacaqsan, ikimizin də canımızı bir yerdə al, yox, diri saxlayacaqsan, ikimizi də diri saxla. Bar ilaha, sənin yolunda evlər tikərəm, çaylara körpü salaram, yol çəkərəm, acıları doyuraram, çılpaqlara paltar geydirərəm. Canımızı almaq istəyirsən bir yerdə al, diri saxlamaq istəyirsən də bir yerdə diri saxla. Bu söz Tanrının xoşuna gəldi. Əzrailə əmr elədi ki, bunlardan əl çək, get o qoca kişi və qoca arvadın, yəni Dümrülün atası və anasının canını al. Bəli, belə olunca elin qoca ozanı Dədə Qorqud gəlir, qopuz çalır, dəstan qoşur. Sağ, səlamət qalın, əziz dostlarımız.